Üzünü açıq-açıq paylaşdığım kişinin arvadı story'ni gördü. Ona görə sildim, üzünü bağlayıb, hətta rəfiqəmin mənə yazdığı mesajı screen şəklində eləyib birləşdirdim ki, görəsiniz. Təsadüfə bax ki, mənim rəfiqəmin rəfiqəsinin əri çıxdı o. Əsas odur ki, yoldaşı gördü, mən öz niyyətimi çatmış oldum. Təbii ki, bundan sonra elə bir ərlə yaşamaq, düz 20 ilin ailəsidirlər, amma tüpürüm o ailəyə ki, ərim mənə hər gün kiməsə yazaraq və yaxud kiməsə yaşayaraq və yaxud kiməsə mənə xəyanət eləyərək, xəyanət təkcə bədənlə, cinsəlliklə, cinsəl yolla olunmur. Elə yazaraq da xəyanət etmiş olur kişilər və bunu da qəbul edən siz qadınlarsınız. Ona görə də sizin o qüurursuzluğunuza görə hətta sizinlə həmcins olduğum üçün belə utanıram. Sizin kimi ərli olmaqdansa mən boşanmış və bir ömür boyu tək yaşayan qadın olmağa razıyam şəxsən. Mən başa düşürəm, Instagram özünü pula satan qadınlarla doludur. Evli kişi oldu, subay kişi oldu, onlar üçün heç fərqi də yoxdur. Yaraşıqlı oldu, becər oldu, ağzından qatıq döküldü, köpük döküldü. Onlar üçün fərqi yoxdur, başa düşürəm. Çünki onlar üçün pul önəmlidir. Amma kör-kör gör-gördü də, insana baxanda da bilmək olur ki, kim kimdir. Axı bir bax da, gör ki, mən səhifəmdə nə tip videolar paylaşıram. Bir bax da, mən bir xarakterimi bu ilər ərzində sən tuta bilməmişsənsə, 22-ci ildən mənə yazan kişicik. Mən də sənə nə deyim? Mən sənə qarşı necə rəftar eləyim ki? Qurban olum, baxın, mənim məqsədim heç kimin ailəsini dağıtmaq deyil. Mənim məqsədim sadəcə belə cındırları yerində otuzdurmaqdır. Yazanda bir də deyirəm, baxın, görün kimə yazırsınız. Ona görə də mən şəxsən sizə layiq olduğunuz cəzanı verirəm. Sonra da ona buna yalvarmayın ki, nə olar, sevinci deyin ki, silsin. Bir də silməyəcəm. Bu da sizə kapak olsun.